Xoş gördük dəyərli dostlar. Bugünkü mövzumuz pulun çoxluğu insanın ruhunu dəyişə bilərmi məsələsinə həsr olunub. Bu mövzunu niyə seçdik? Bu yaxınlarda bizim məşhur workshopumuz var. Şuuraltı açar sözü tap adlanır və həmin workshopu WhatsApp qrupumuzda keçirərkən məlum oldu ki, iştirakçılarımızdan birinin belə bir qorxusu var. Əgər çox pulum olarsa, o zaman mənim ruhum dəyişər, o zaman mən çox pulu görüb qudura bilərəm, ətrafımdakılara qarşı düzgün davranmaram, yaxşı münasibət bəsləmərəm və s. bu kimi inanclar və əgər bizim bu workshopumuzdan keçən iştirakçılar, əvvəlki iştirakçılar varsa, onlar bilirlər ki, şuuraltı açar sözü tap, məşhur 16 sözün assosiasiya olunmuş variantları aşkara çıxarmaq və sonra onları artıq tək söz olana qədər ələkdən keçirməkdən ibarətdir. Və təbii ki, bu workshopumuzu keçmək istəyənlərə də biz videonun altında, aşağısında linkləri paylaşacağıq və kim istəsə həmin workshopdan keçib öz şuur altındakı negativ inancı, ən çox onu narahat edən negativ inancı tapa bilər. Təbii ki, hansı məsələ ilə maraqlanırsa o. Dediyimiz kimi, bu səfər bizim iştirakçımızın ən böyük qorxusu çox pul qazanmaq qorxusudur. Baxın, şuuraltı bu qorxunu niyə yaradır insanda? Çünki onun uşaqlıqda ətrafında yaşadığı insanlar, valideynlərindən tutmuş, ümumiyyətlə o böyüdüyü mühitdə olan insanlar, qohum-əqraba da ola bilər, müəllimlər də ola bilər və yaxud da qonşular da ola bilər. Ona yüklənən proqramlar bundan ibarətdir ki, çox pul qazanan insanlar həddindən artıq qudururlar və onlar artıq özlərindən aşağı səviyyədə olan, belə deyək, yəni daha kasıb insanları bəyənmirlər və artıq əvvəlki kimi ola bilmirlər və bu onu qorxudur. Hətta burada bir məsələ, bir incə nüans da var ki, iştirakçı dindar xanımdır və dindar olduğu üçün də, Allaha böyük inamı da olduğu üçün bolluq məsələsini tam yanlış anlayır. Yəni o düşünür ki, mən birdən imanımı da itirə bilərəm. Yəni pulum çoxalarsa, mən düzgün istifadə edə bilmərəm və imanımı da itirərəm. Bax, bu cür qorxular həddindən artıq, hətta dinlə birləşən, yəni imanla birləşən qorxular insanın nə edir? Hərəkətlərini daha da məhdudlaşdırır və o insanın əgər daxilində doğrudan da pulu qazanmaq potensialı varsa, onu məhdudlaşdırır və onun qarşısına divar hörür. Əgər bu insan pul qazanmaq gücünə qadirdirsə və onu istəyirsə, o öz həyatında bolluq, bərəkət arzusundadırsa, amma onun daxilində, şuuraltısında olan o məhdud inancı buna baryer hörürsə, buna divar hörürsə, onda nə etməlidir? Bu insan təbii ki, öz hərəkətlərini məhdudlaşdırır. Yəni, tutaq ki, onun qarşısına bir fürsət çıxıbdır və ona təklif olunur ki, sən gəl bu işi gör və bunun müqabilində bu qədər pul qazanacaqsan, amma şuur altında olan mənfi inanc ki var, mən pulu çox qazanaramsa, onda mənim qudurma məsələsim ortaya çıxa bilər. Yəni, biraz bu kobud səslənsə də, yəni mən puldan düzgün istifadə edə bilməsəm, çoxalarsa mənim ruh halım da dəyişir, yəni mənim ruhum dəyişə bilər kimi qorxu yaşayırsa, onda bu insan təbii ki, həmin fürsəti dəyərləndirməyəcək və geri çəkiləcək. Və yaxud da onun qarşısına çıxan digər fürsətləri, məsələn, ən uzağı bizim verdiyimiz təklifləri nümunə gətirsək, yəni biz bu yaxınlarda workshopumuzu qrupdakı bəzi iştirakçılarımıza, yəni qrupu qurduq, ora gələn iştirakçılara ödənişsiz olaraq təklif etdik. Təbii ki, bu mini kurs, 3 günlük mini kursu idi və həmin kursun təklif olunması həmin xanımın qarşısına çıxan bir fürsət idi, düzdürmü? Və bu onu dəyərləndirdi və tez də həmin testlərdən keçdi, öz şuur altında olan problemi gördü. Amma sondakı addımları, yəni növbəti kurslara qoşulub, öz şuur altısı ilə işləməsi və oradakı travma, kök travmanı tapıb onu şəfalandırmaq yolu təklif olunanda artıq o geri çəkildi. Çünki niyə? Çünki onun şuur altında yaşayan həmin
pul qorxusu ki var, pulu çox qazanmaq qorxusu ki var, ona nə oldu? Maneə törətdi, mane oldu. Bu da nədən qaynaqlanır? Ümumiyyətlə, pul qorxusu, pul qazanmaq məsələsi, bolluq, qıtlıq şuuraltımızda kök salan travmalar, yəni bu bizə birdən-birə gələn şeylər deyil. Bunlar bizə ta uşaqlıqdan yüklənən proqramlardır. Çünki niyə? Biz uşaq vaxtı dünyaya gəlirik və yaşadığımız, böyüdüyümüz mühitdə görürük ki, ətrafda pulla bağlı necə davranırlar. Ay yoxdur, ay çatmaz, ay o bahalıdır, ala bilmərik. Bizim ayın axırına qədər pulumuz güclə yetir, pul yoxdur, verə bilmərəm kimi sözləri eşidirik və yaxud da pul əl çirkidir. Pulun çox olarsa de, o filan kəs qonşu kimi sən də avara olarsan və yaxud da heç kimi saymazsan, belə-belə mənfi düşüncələri eşidirik, düzdürmü? Və bunları eşitdikcə də bizim şuuraltımızda hansı inanc formalaşır? Təbii ki, pulun yaxşı bir şey olmadığı inancı və yaxud da bizim ruhumuzu dəyişəcəyi inancı, yaxud da şuuraltı biz özümüzü inandırırıq ki, həqiqətən də pul olmasındansa olmaması daha yaxşıdır. Belə daha rahatıq. Qoy elə kasıb qalaq, qoy elə pulsuz qalaq, nəinki bizim ruhumuz dəyişsin. Halbuki yaradan Allah Taala heç özü Qurani-Kərimdə də yəni ayə var ki, Qurani-Kərim müqəddəs kitab sizə əziyyət çəkmək üçün göndərilmədi. Tam tərsinə, o sizə rifah üçün, yəni bolluq, bərəkət üçün, ümumiyyətlə özünüzü daha gözəl tanıyın deyə göndərildi. Yəni yaradan özü də sizin əslində əzab çəkməyinizi istəmir ki, o təbii ki, əzab, əziyyət, çətinliklər həyatda hər kəsin həyatında olur, amma bu bir yerə qədər mümkündür. Yəni sən 18 yaşından sonra yetişkin sayılırsansa, təbii ki, sənin cibində pul olmalıdır. Çünki mənim məşhur bir kəlməm var, bunu hər zaman kurslarımızda da, seanslarımızda da işlədirəm. Deyirəm ki, pulsuz insan kimdir? Pulsuz, cibində pulu olmayan insanlar yalnız uşaqlardır. Yəni uşağın əgər cibində pul yoxdursa, ona heç kim heç nə deyə bilməz. Çünki o hələ qazanmır, qazancın yollarını bilmir. Çünki o hələ böyümə prosesindədir, mərhələsindədir. Amma yetişkin insan kimi, tutaq ki, sənin 30 yaşın var və yaxud da 40 yaşın var və cibində pulun yoxdursa, hələ də oturub deyirsənsə, mən çox pul qazanaramsa, mənim ruhum dəyişə bilər, filan beşməkan, onda nədir bu dostlar? Bu o deməkdir ki, sən elə bir şuur səviyyəsindəsən ki, hələ də bolluğun, bərəkətin insanın həyatında nə demək olduğunun fərqində deyilsən və yaxud da fərqində olsan belə, sən onun yanlış fərqindəsən. Yəni yanlış anlayırsan hadisələri və yaxud da yanlış şərh eləyirsən, yanlış təhlil eləyirsən bunları. Ona görə də düzgün anlamaq üçün məsələni ki, yetişkin insan, yetkin yaşa çatmış insanın cibində təbii ki, pul olmalıdır. O öz məsuliyyətini öz boynuna götürməlidir və dərk eləməlidir ki, pul qazanmaq onun da haqqıdır və öz həyatını yaxşılaşdırmaq üçün, həyatına düzgün istiqamət vermək üçün və yaxud da arzularını əldə etmək üçün, arzularına çatmaq üçün mütləq şəkildə təbii ki, bizə pul da lazım olur hər hansı bir arzumuzu həyata keçirmək üçün. O zaman pul qazanmaqda və onu çoxaltmaqda elə də böyük bir problem görməzlər. Yəni bizim şuuraltı açar sözü TAP workshopumuzda təkcə pulla bağlı problemləri deyil, eyni zamanda digər problemləri də ki, hansı negativ inancı daşıyırıq, üzə çıxarmaq mümkündür. Bu sevgi münasibətləri də ola bilər, xəstəliklərlə də bağlı ola bilər, daxildə bizim başa çıxa bilmədiyimiz problemlərlə də bağlı ola bilər. Yəni hər birini üzə çıxarmaq mümkündür ki, bu haqda biz həm video izah olan dərsimiz var, eyni zamanda iş dəftərimiz var ki, bunları da biz yönləndiririk, göndəririk istəyən şəxsə. Eyni zamanda təbii ki, şuuraltı dəyişmə kurslarımız da mövcuddur ki, bunlar fərqli-fərqli günlərə bölünüb. Məsələn, 3 günlük şuuraltı dəyişmə kursumuz var ki, bu bir anda öz şuuraltını
məsələsi ilə bağlıdır. 3 gün müddəti davam etsə də əslində çox faydalı və sizin 3 gün ərzində həyata baxış bucağınızı tamamilə dəyişən bir dərsi, yəni kursdur. Eyni zamanda 21 günlük, bizim ən çox məşhur olan 21 günlük şuuraltı dəyişmə kursumuzdur ki, həmin kursda isə təbii ki, iştirakçı ilə birə-bir seanslarımız olur. Həftədə 2 dəfə olmaqla 6 seans daxildir həmin kursun paketinə. Eyni zamanda video dərslərimiz, iş dəftərləri və gündəlik olaraq neqativ hisslər üzərində iş aparılır. Yəni həm mənimlə Ceylan Mamoğlu terapist vasitəsilə, həm də eyni zamanda WhatsApp üzərindən şəxsin özünün yaşadığı hissləri analiz etmək üçün bir-birimizlə irtibatı, əlaqəni, yəni davam etdiririk. Digər qalan kurs paketləri isə onu da yenə videonun altında link vasitəsilə keçid edib incələyə bilərsiniz. Onları da nəzərdən keçirə bilərsiniz ki, hansı sizə uyğundursa, təbii ki, seçib gəlib kurslarımıza qatıla bilərsiniz və mən inanıram ki, şuuraltı təlimlərimiz necə ki 350-dən çox insana yardım etdi, kömək etdi, onların həyat şəraitini dəyişməsinə, ümumiyyətlə həyata baxış bucaqlarının dəyişməsinə, özlərini daha gözəl, daha yaxşı hiss etmələrinə kömək oldu. Eləcə də sizlərə də o şəkildə kömək olacaq.